Hərbi mənasında mən fizika fənnini çox sevirəm, müəllimlər bilir. Çox gözəl hazırlanmışlar, ən yüksək səviyyədə açıq dərsdir. Mən xahiş edirəm ki, bugün çəkilir bu açıq dərsi biz YouTube-da qoyaq, məktəbimizin saytında qoyaq və görsünlər ki, sözün hərbi mənasında belə gözəl müəllimləriniz və belə gözəl istedadlı şagirdləriniz var. Əziz balalar, sizə çox sağ olun deyirəm. Siz qısa bir müddət ərzində bizim tariximizi, bizim mədəniyyətimizi, köhnə ölçü vahidlərini, ümumiyyətlə kainatın yaranışında çox böyük rolu olan su haqqında və digər fizikanın bölmələri haqqında, başqa fənlərlə əlaqələr haqqında qısa bir müddət ərzində o qədər informasiya verdiniz ki, sizə çox sağ olun deyirəm. Əziyyət çəkdiyinizə görə Sevinç müəllimə sizə xüsusi təşəkkür edirəm. Çox sağ olun. Ümumiyyətlə əməyi keçən, əziyyət çəkən hər bir işdə bütün insanlara öz təşəkkürünü bildirirəm, öz minnətdarlığını bildirirəm. Və bu gözəl balaları başta siz olmaqla mən diplomla sizi də fəxri fərmanla təltif edirəm və təbrik edirəm. Bir dənə yardımdan çıxdı, onu da deyim ki, suallara düzgün cavab verənlərini təbrik edirəm, onlara da diplom verir. Ona görə əziz balalar, hər birinizə təşəkkür edirəm, çox sağ olun deyirəm və sözü məzunumuz Sevinç müəllim. Salam əziz uşaqlar, mənim əziz kollektivim, gözəl müəllimlərimiz. 162 nömrəli məktəbdən sizə salam. Nizam müəllimin də qeyd elədiyi kimi, mən hələ 2-ci kursda oxuyuram və özümü heç də bu məktəbdən ayrı hiss eləmirəm. Mən sizi sevirəm, həmişə sevmişəm, ömrümün 20 ildən artıq bu məktəbdə keçirmişəm və hələ də özümü bu məktəbin kollektivindən ayrı hesab eləmirəm. Mən sosial şəbəkələrdə Nizam müəllimin rəhbərliyi altında məktəbin uğurlarını görürəm, olduqca sevinirəm, elə bilirəm ki, öz uğurlarımdır. Necə ola bilər ki, 20 ildən yuxarı kollektivlə bir arada olasa, amma 2 il ayrı düşməklə ayrılmaq olmur ki. Və məktəbin uğurlarına həddindən artıq sevinirəm. Bugün bizim şagirdlərimiz Nizam müəllim, Sevinç müəllimənin rəhbərliyi altında olduqca gözəl bir elmi tədbir. Mən çox təəccübləndim, bizə nümayiş elətdirdilər. Mən bilirəm, çox əminəm ki, mən buna əminəm ki, bu kollektiv içərisində çıxdığıma görə bu məktəbdə fizika kafedrası həddindən artıq güclüdür, işləyirlər. Rus bölməsini biz bugün gördük, amma Azərbaycan bölməsində burada Mərmər müəllimə var, Sevda müəllimə var, Mülayim müəllim, bəli, Təranə müəllimə, Humay müəllim, onlar hamısı çox güclüdürlər. Biz dəfələrlə görmüş olarıq tədbirlərini. Bu tədbir də tədbirlərdən biridir. Növbəti dəfə. Əziz kollektivim, işləyin, yaşayın, yaradın, uğurlarınız daha yüksək zirvələrdən gəlsin. Nizam müəllimin rəhbərliyi altında biz də baxaq, sevinək. Sizi təbrik edirəm. Çox sağ olun, çox sağ olun. Biz Dürdanə müəlliməni bura dəvət edirik. Şərqə müəllim mənə bir məlumat veribdi. Bugün bizim sevimli direktor müavinimiz Dürdanə müəllimənin ad günüdür. Bir daha kiminsə sözü varsa, yəqin ki sözünüz var, bir daha mən çox təşəkkür edirəm.
hörmətli qonaqlara, bizim bütün pedaqoji kollektivimizə, gözəl balalara, yüksək səviyyədə oynadılar ki, elə bil ki, adda var mı? Ben de hamısını salamlayıram. Nizamən başda olmaqla. Bütün uşaqları, müəllimləri, qonaqlarımızı salamlayıram. Çox sağ olun, gəldiniz, sağ olun. İnanın ki, bu tədbirdə iştirak etmək çox qürur vericidir. Həqiqətən uşaqlarımın 284 nömrə məktəbdə oxumasını fəxr edir, oxumasıyla. Həqiqətən bu məktəb uşaqlarımın bilik qatır, yaşamalı həvəs qatır, öyrənməyə həvəs qatır. Mən iki övladımın ikisi də məktəbə gələndə inanın Allaha oxumağa gəlir. O qədər tələsmə gəlir. O qədər öyrənməyə çalışır. Bizim bir günümüz evdə rahat keçir. Mən ana olaraq evdə rahat otura bilmirəm. Niyə? Çünki mən uşaqlarım hər daim tələb edirlər. Bütün dərslərə hazır olmalıyıq. İnanın ki, ən başda bu seçilişimdə mən uşaqlarıma inanıram, əminəm ki, bütün burada olan uşaqlarına Gülnarə Zatına vermişdir. Çox fəxr edirəm. Nə yaxşı tanışır sizi, nə yaxşı ki, bizim uşaqları siz tərbiyə eləmişsiniz. Belə ilk adımlarını sizdən görür, yəni ilk adımlarını sizinlə atdılar. Elmə də oldu. Çox sağ olun, bilikləndiniz. Mənim qızım rus dilində bilmir. Biz də evdə rus dilində danışırıq. Amma ki, Gülnarə xanım, inanın ki, ona o elə öyrətdi, elə ona sevgili verdi ki, həqiqətən də mən fəxr edirəm. Ürəyim doğrudur, çox sözlər demək istəyirəm. Bir də onu deyim ki, bütün müəllimlərə hörmətim var, bütün müəllimlər qabağında baş əyirlər. Mən də müəlliməyəm, mən də İngilis dil müəlliməsiyəm. O, yəni fiziklə əlaqəli deyə bilmirəm, yəni hamımızın qabağında baş əyirlər. Onu demək istəyirəm ki, mən çox bəxtəvərəm də, mən Aliyyənin bəxtindən elədik ki, onun müəllimləri, məktəbi qaybaqları deyil, həqiqətən elədir. Hamısı elə Aliyyənin birinci savadlı olmasını sizlərə borcluyum. Çox sağ olun. Nizamətində gəldiyinizə görə, bizə başınız öyrətdiyinizə görə, yeni də fəxr edirəm, qürur vericidir. Aliyyə Naxçıvana yola salanda, onu da qeyd eləmək istəyirəm ki, orada da çıxış eləmişdim. Orada elə bütün məktəblər haqqında danışanda, niyə Aliyyəni absolut oldularlar? Çünki Nizamət rəhbərliyi altındadır məktəbi. Orada qeyd elədilər ki, bəli, Azərbaycan Respublikasının ən görkəmli məktəblərindən alim olan hörmətli Nizamət. Çox sizinlə çox sağ olun. Sevgili müəllim, məktəbinin dostlarıdır. Siz məktəbinin dostusunuz da nəsə bir kəlmə deyil. Məktəb vaxtı fizikanı elə də yaxşı oxumamışam mən. Eqraf edeyim, düz 2 alan şagird olmamışam, amma elə də yaxşı oxumamışam. Amma baxıram ki, məktəb vaxtı oxumamağımın səbəbi mənə sevdirmək olmuyor. Mən indi izlərdə çox sevdirməkləri
çəkən bu şagirdlərin üzərində bütün müəllimlərə, pedaqoji kollektivə, bütün texniki heyətə, burada kiçicik bir əziyyət olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Gözəl Allahımdan arzu edirəm ki, bu gözəl balaların gözəl bəxt versin. Hər birinizi təbrik edirəm. Çox sağ olun.